Çok değerli Karavanlar Sanat izleyicileri, sanatın, edebiyatın içinde olan, kültürü seven, sanatın her dalına aşina olan insanlar, değerli vakitlerini edebiyata, sanata ayırıp kendini daha değerli yapan insanlar. E, Yeni bir programda daha sizlerle birlikteyiz. Karavanla Sanat Azerbaycan'da. Arif Erşat konuğumuz. Hoş geldiniz Arif Bey. Teşekkür ederim, sağ olun. Nasılsınız? Teşekkür ederim, çok sağ olun, iyiyim. Siz Ee, necəsiz? Yaşı. Yaxşı. Buralara geliyoruz, dostları görüyoruz, muhabbetler ediyoruz, hasret gideriyoruz. Mutlu oluyoruz buralara geldiğimiz zaman, haz alıyoruz. Siz de Türkiye'ye sık geliyorsunuz bildiğim kadarıyla. Bəli, deməli, bizdə belə bir söz var, deyirlər ki, hicran nə qədər uzun olsa, vüsal o qədər şirin olar. Evet, Vüsal yəni qovuşmaq. kavuşmak, mutlak kavuşmak. Qovuşmaq. Yəni Bu arada önce Arif Erşat size kendini tanıtsın. Kendinizi biraz tanıtalım, izleyicilerimiz sizi tanısın. mən Arif Ərşad 1962-ci ildə 1962-ci ilində Sumqayıt şəhərində anadan olmuşam. Yazıçıyam, tərcüməciyəm, publisistika ilə məşğul oluram. Amma ixtisasca mühəndisəm. Yəni ədəbiyyat sahəsində deyiləm, mühəndisəm. Amma ədəbiyyatı sevdiyimdən, ədəbiyyata vurğun olduğumdan, ədəbiyyatı oxuduğumdan mən bu gün yazıçılıqla, qələmə sarılmışam və belə demək olar ki, kitablarım var. Üniversite yıllarından başladınız. Daha erken. Daha erkən başlamağım deyim belə ki, əvvəllər düzün belə desək, mən ilk olaraq bütün çox adamlar kimi ədəbiyyata şeirlə gəlmişəm. Şeirlə gəlmişəm. Əvvəllər şeirim olub. İlk çıxan kitabım da şeirlər kitabım olub. 2 şeirlər kitabım çıxıb ilk olaraq. Sonra artıq hekayələr kitabım başlayıb çıxmağa, sonra romanlarım çıxıb, sonra publisistika sahəsində, sonra tərcümələrim çıxıb. Hal-hazırda mənim 11-12 kitabım var. İlk şiir kitabı mı? İlk şeirim, ilk şeir kitabım olub. Yadımda qalanlarım da var. Yadımda qalanlarım da var. Özümün xoşuma gələn şeirlərim də var, hansı ki özümün xoşuma gəlir, amma özümü şair saymıram. Yəni heç vaxt da deməmişəm şairəm və ya heç vaxt da demirəm ki, mən şeir yaza bilərəm. Yox, sadəcə şeiri öz ürəyimcə istəyəndə özüm üçün, söyləməyim isə dostlarım üçün. Yığılanda bir yerə mən o zamanda onlar üçün şeir deyə bilirəm. Deyə bilərəm. Əgər o da onlar istəyəndə. Amma mən özümə şair demirəm. Daha çok yani şiirle başlayıp yazıcı olarak mı devam ettiniz? Mən nasirəm. Nesircisin. Bəli, nəsirçiyəm. Nəsirdəyəm. Hekayələr yazıram. Hekayələr, povestlər, sizcə uzun hekayələr deyirlər. Evet. Uzun hekayələr, romanlar yazıram. Anthony Çehon hikaye tarzı gibi mi? Uzun hikayeler yani. Uzun hekayələr, bəli. Evet. Çexov çox oxuyuram. Evet, çok güzel eserleri var. Çox oxuyuram. Əziz Nesini sevirəm. Onun da çok Sevirəm, dili bəli. çok iyidir. Bəli, çox iyidir. Anlatımı çok Sevirəm. iyidir. İmkan olanda Nazım Hikmet. Nazım Hikməti oxuyuram, dinləyirəm. Yaşar Kemal'i de okuyor musun? Okudun mu İnce Mehmet'i mesela? Vaxtilə oxumuşam məsələn. Oxumuşam. Çok kaliteli bir eser değil Bəli, mi? bəli. Sonra sevdiyim məsələn yazıçı Çingiz Aytmatovdur. Onu çox sevirəm. Məsələn, məndən soruşanda ki, Arif bəy, gənclərə nə deyərdin oxusunlar məsələn? Diyelim. Məsələn, nə oxusunlar gənclər? Ne okusunlar? Məsələn, mən cavab verə bilərəm ki, mən həmişə deyirəm ki, onlara Çingiz Aytmatov oxusunlar. Cengiz Aytmatov'u okusunlar. Çingiz Aytmatov gözəl yazıçıdır. Çingiz Bütün Aytmatov Türk dünyası okusun. reallıqdan yazır. Evet. Reallıqdan yazır. Çingiz Aytmatov oxuyub düşünməyə məhkumsan. Yəni həyatı dərk eləməyə məhkumsan.
O səni öyrədir ki, necə həyatı qavurmalısan, bax o səni orada göstərir. Məsələn, Çingiz Aytmatovun mən ən çox sevdiyim, düzdür, onun məşhur əsərləri var. Amma mənim ən çox sevdiyim onun bir povesti var. Dəniz kənarında qaçan Alabaş. O var. Gün olur asra bedel. Əsrə bərabər Asra bedel. var. Çok güzel Var, eser. bəli. Çok güzel Bəli, eserler var. əsərdir. Sonra var Gülsarı. Gülsarı var. Baxmısınız yəqin ki də. Çox gözəldir o. Yəni onları oxuyursan görürsən ki, orada həyat var. Hayat. Həyat eşqi var. Evet. Həyatı sevmək var. Həyatla mübarizə var. Özünü həyatda tapmaq var. Və bunlar çox gözəl şeylərdir. Və gənclər bax bugünkü gənclərimiz özlərini tapmaq üçün belə əsərləri oxumaları vacibdir. Bahtiyar Vahapzade'yi okumaları Təbii, lazım. Bəxtiyar Vahabzadə bizim klassikimizdir. Bizim Klassikimizdir. klassikimiz Bəxtiyar Vahabzadədir. Onu oxusunlar. Bu gün gözəl şairlər, məsələn, Ramiz Rövşəni bu gün yaşayan bizim şair, canlı klassiklərimizdir. Evet. Vahid Əzizdir. Sonra Vaqif Bayatı Önərdir. Yaxşı şairlərimizdir. Yəni oxumalı şairlərimiz, yazıçılarımız çoxdur. Sadəcə kitabı sevmək lazımdır. İlk öncə yazıçını sevmək üçün birinci kitabı sevmək lazımdır. Tabii kitabı sevmek. Kitabı sevəndən sonra, onu oxuyandan sonra, kitaba vurulandan sonra sən yazıçını sevəcəksən. Və yazıçının sonraki əsərlərini axtaracaqsan ki, bu daha nə yazıb? Daha necə yazıb? Nə olub? Necə, nədən, nəyə alım oxuyum bundan? Məsələn, mən ilk olaraq əvvəllər oxumuşam Albalı bağı, Çexovun Albalı bağını oxuyanda mən deyəsən 7-də yox 8-ci sinifdə oxuyurdum. Uşaq idim, zaman idim də, cocuq idim. 7-8-də oxuyurdum sinifdə. Albalı bağını oxumuşam rus dilində. O vaxt mən rus dilində oxuyurdum, oxumuşam. Və orada mən sevdim Çexovu. Sonra o əlimə keçdi, başladım onu yavaş oxumağa. İndi Çexovun çox gözəl tərcümədə də bizim tərcümədə də kitabları çoxdur. Hekayələri ayrıca çap olunub, onları çoxdur. Yəni oxusunlar, oxumağa kitablar çoxdur. Ədəbiyyatda zəngin olmaq üçün, insan özünü zəngin olmaq üçün oxumalı kitablar çoxdur. Çok Bəli, haklısın. çoxdur. Acaba gençlerin bu kitap okumama meselesinde ihtiyaç mı hissetmiyor? Şimdi acıkınca Bəli, yemek istiyor, ihtiyaç. bəli, Susayınca su istiyor, ihtiyaç. Değil mi? bəli. Hasta olunca ilaç istiyor, ihtiyaç. Və burada nədir? Peki bilgi ihtiyacı yok mu gençlerin? Mən əslində, Kitap okumak bir ihtiyaç değil mi? Yani? təbii ki, kitab oxumaq böyük bir ehtiyacdır. Değil mi? Kitab oxumaq böyük bir ehtiyacdır. Amma bunu deməli ilk olaraq mən sizə deyim ki, bunlar hamısı gənclərin vaxt itkisindən, maraqlarından irəli gəlir. Onlar sanki özlərini bilərəkdən öz vaxtlarını itirmək yarışına giriblər ki, Boşa harcıyor. boşa xərcləsinlər. Bax, onlar bunu dərk eləmirlər ki, onların itirdikləri vaxt geri qayıtmır. Və heç cürə də geri qayıtmayacaq. Niye dert etmiyorlar? Onlar düşünürlər ki, həmişə belə gənc qalacaqlar. Öyle değil. Onlar düşünürlər ki, həmişə belə enerjili qalacaqlar. Onlar düşünürlər ki, onlara bu həyat həmişə belə o Tepside verecek. bizdə deyir padnosda gələcək. Padnosda verəcək. Padnosda verəcək. Amma belə olmur. Yok olmuyor. Vallahi olmur belə. Olmur. Onlar çox təəssüflər olsun ki, onlar bir müddət keçəndən sonra qafalarına döyəcəklər. Başlarına 25, döyəcək. 30 yaşlara Ama gelince çox ben ne yaptım deyip kafasını taşır. Amma nə olsun? İş artık- işten geçecek. İşdən keçəcək, gec olacaq və onlar onu anlamayacaq ki, Anladım. mən ötürmüşəm. Ve pişman olacaklar. Vallahi peşmançılıq da xeyir verməyəcək. Peşman olmanın nə Vermeyecek tabii. mənası? Vermeyecek tabii. Nə mənası var? Son pişmanlık fayda etmeyecek. Fayda verməz. Keçib gedəcək. Onlar baxacaqlar ki, Çok doğru. sən deməyəsən boşuna yaşayıblarmışlar. Onlar Çok, boşuna. çok doğru. Doğru. Çox təəssüf edici bir haldır, çox ürək ağrıdan bir haldır mənim. Çok doğru. Peki sizin ondan fazla kitabınız var, onu biliyorum. Hatta ben Türkiye'deki fuarlardan birinde şeyi gördüm. Sizin kitabı gördüm. Dədəmin xalısı. Dedemin halısını gördüm. O dedemin halısını biraz anlatır mısın onu? Dedemin halısı. Dədəmin halısı kitabı necə gedib çıxıb? Mən oradan danışım. Necə gedib çıxıb Türkiyəyə. Evet.
Dedemin halısı kitabı bizim dildə babamın xalçası, Alçası. babamın xalçası, xalça, halı. Halı. Hə. Alça. Xalçası hekayəm mənim çap olunmuşdu Azərbaycanda. O təsadüfən əvvəl mən bu kitabın necə gedib Türkiyəyə çıxmağından danışım, sonra hekayənin özündən danışaram. Olar. Deməli, o kitabın hekayə Türkiyəli bir rəhmətli dostumuz vardı, tərcüməçi Abdülkadir Özkan. Hı hı. Bilmirəm eşitmirsiniz. O da Kahramanmaraşda yaşayırdı. Azərbaycan Ədəbi Camisində, yəni Abdülkadir Özkanı tanıyırlar. Allah ona qədi-qəni rəhmət eləsin. Çox yaxşı tərcüməçi idi. Mənim 2 dənə kitabımı tərcümə edib, türkçəyə çevirib və mənim bir çox dostlarımın da kitablarını o tərcümə edib. Məsələn, onların da romanları Aslan Quliyevdir, Eyvaz Zeynalovdur, sonra yazıçı dostum Eyruz Məmmədovdur. Onların da kitablarını tərcümə edib Türkiyə dəhcəsinə. Evet. O deməli mənim hekayəmi Azərbaycan dilində oxuyub Abdülkadir Özkan zəng edib Aslan Quliyevə ki, ay Aslan Quliyev, bu Arif Ərşad kimdir? Bunun hekayəsini oxumuşam. Azərbaycan, Gözəl gəldi. Bilmirəm, Facebookda oxuyub, yoxsa qəzetdə oxuyub. Bu hekayə mənim çox xoşuma gəlir. Bu kimdir? Mənə belə xoş gəlir. O da deyir ki, bəs tanış eləyə bilərəm. Azərbaycanda tanınır, yazıçıdır. Neysə, mənə tanış elədilər. Biz Facebook vasitəsilə, telefon vasitəsilə danışdıq. O da ki, Arif bəy, sən mənə 1-2 dənə hekayəvi göndər. Görüm o hekayələrin də mi? Yəni, babamın, dədəmin halısı qədər güclümü? Yəni, iyimi? İyi mi deyə baxdı. Görüm, baxım, görüm. Yoxsa bir dənə səndə iyi. Dedim, göndərim. Neysə, mən buna 3-4 dənə hekayəmi göndərdim. O dedi, Arif Ərşad, mən sizinlə əməkdaşlıq etmək istəyirəm, xahiş edirəm, əməkdaşlıq edək. Dedim, dedi, xoşuma gəldi. Mən sizin hekayələrinizi oxudum. Mənə Çexovun hekayələri, mənə Çexovu xatırlatdı. Öyle bir ahenk verdi. Hə, ahenk verdi. Gözəl oldu. Deməli, dedim, göndərim və mən ona öz hekayələrimi göndərdim. O artıq orada sonra 30-a yaxın mənim hekayələrimi tərcümə elədi, türkçəyə çevirdi və mənim orada 2 dənə ard-arda 2 dənə kitabım çıxdı. Kitabın nəşr oldu. Kitab 2 dənə Anatoli İstanbulda Anatoli Nəşriyyat evində Şərəf Yılmaz. Evet. O da naşirdir. Onun Anatoli'də orada mənim 2 dənə kitabım çıxdı və mən həmin kitablara görə hardasa bir 10-12 şəhərdə fuarda oldum. Maşallah. 2-3 il fuarlarda iştirak elədim. Sonuncu fuarda mən 22-ci ildə olduq. Biz bir neçə şəhəri gəzdik. Oradan gəldik. Axırıncı dəfə olduq biz Kahramanmaraşda. Oradan mən gəldim Ankara'da kitab fuarı olmalıydı 10 gün. Mən gəldim orada iştirak elədim. Mənim sonuncu oldu. Niyə? Çünki 22-ci ildə mən oktyabr ayında sonuncu Ankara'da oldum. 23-cü ildə orada hadisə oldu. Zəlzələ oldu. Evet, deprem oldu. Deprem oldu. Ondan sonra mən gedə bilmədim Türkiyəyə. İnşallah daha sonra. İnşallah yəqin ki biz gələcəkdə yenə əlaqələrimiz İnşallah. olar, əlaqələrimiz olar, biz gedərik. Çünki mən Türkiyəni çox sevirəm. Türkiyəyə mən çox bağlıyam. Çünki mən çox ölkələrdə olmuşam, belə deyək. SSR böyük dövlət olub da, indi siz bilirsiniz. Biz də SSR-in dövründə doğulan uşaqlarıq, o vaxtın biz insanlarıyıq. İndi bu dəqiqə SSR-nin o parçalanmış 15 respublikası hərəsi bir dövlətdir. Qazaxıstan ayrı, Özbəkistan ayrı, nə bilim, Ukrayna ayrı, Belarusiya ayrı, Azərbaycan, Ermənistan ayrı. Mən bu ölkələrin hər birində olmuşam. Hələ SSR-də. Yəni, Sibirə qədər mən gelib çıxmışam da, yəni biz. Bəzilərində işləmişəm, bəzilərində oxumuşam, bəzilərində gəzməyə getmişəm. Sadəcə turistik gəzməyə getmişəm.
Bəzilərində əsgərliyim olub, əsgəri xidmətim olub. Belə olub. Yəni gəzmişəm. Mən sizə deyim ki, hansı ki mən rus dilini gözəl bilirəm. Mən sizə bayaq dedim, mən tərcüməçiyəm. Evet, evet. Mən tərcüməçiyəm. Mən rus dilindən Azərbaycan dilində mənim Tercüme. 5 kitabım çıxıb. 5 kitabım tərcümə olunub. İnşallah. Mən demək istəyirəm ki, baxmayaraq ki, mən rus dilini təmiz bilirəm, rus dilində təmiz danışıram. Bu 15 respublikada mənim orada gəzməyim, rahatlanmağım, insanlarla danışmağım problem deyil. Sadəcə mənim əgər üzümü görməsələr, onlarla belə danışsam, onlar elə bilərlər ki, mən rus dililiyəm. Rus, yəni o qədər mən rahat danışa bilirəm onlarla. Amma mən heç bir yerdə, Rusiyanın heç bir yerində, Rusiyanın demək olar ki, bir çox şəhərlərində, bir 20-yə yaxın şəhərlərində olmuşam. Heç bir yerində özümü Türkiyədə olduğu kimi rahat hiss etməmişəm. Mən bunu həmişə demişəm, həmişə də deyirəm və yenə də deyəcəm. Türkiyədə mən rahatam da. Mən ora gedəndə mən ancaq başa düşürəm ki, bura İstanbuldur, İstanbul burası. Çünki bura Azərbaycan deyil. Bu çok Yəni mən orada özüm bilirəm. Arif Bey, siz bunu söyleyince benim de buraya bu yıl değil de 2 yıl önce ya da 3 yıl önce geldiğimde bir olay yaşadım. Onu daha önce paylaşmamıştım. Çok şeyler yaşadığımız için. Şimdi hani bizde biraz muziplikten dolayı galiba havaalanından şehre geldim. Şehirden bir yere gidecektim. Böyle çok uzak bir mesafe değil. Bir taksi çevirdim. Taksiye dedim ki ben dedim Türkiye'den geldim ama dedim üzerimde dedim pul yok. Beni dedim buraya götürür müsün dedim. Bin dedi arabaya. Türkçe tercümesini söyleyeyim. Bin dedi kardeş dedi, götürmem mi dedi, götürürüm dedi. Para nedir, pul nedir dedi. Aldı bizi oraya götürdü. Tabii ben sonra dedim ben dedim işte çekim yapacağım. Anlattım durumu. Sonra tabii pulunu da verdim. Almadı. Israr ettim. Sonra işte bunun bir dedim bir ufak da olsa deney olduğunu, hakkını helal et filan dedim. Bu da çok anlayışlı çıktı. Sarıldık filan. Yani burada siz ne kadar samimiyseniz emin olun samimi olduğunuz kadar da karşılığını 2 katı görüyorsunuz. Arif Bey'in Türkiye'de kendini evinde gibi hissetmesi bizim de burada evimizde hissetmemizi sağlıyor. Bu çok güzel bir Tabii şey. elbette ki. Ben Şimdi ben burada daha önceki bölümleri izlediyseniz bazı hoş geldiniz, sizi konuk ettik televizyonumuza falan dediğimde diyor ki siz burada konuk değilsiniz diyor. Burası sizin eviniz diyor. bəli. Şimdi bunu hissetmek güzel. Biz yani Avrupa'da 40'tan fazla ülkeye giden bir insan olarak söylüyorum ben bunu. Kendinizi rahat hissedebileceğiniz bir yer olmalı. Bakın ben Özbekistan'a gittiğimde de size bunu anlattım. Almatı'da, Çimkent'te, Türkistan'da, Bişkek'te bunlar hep söylüyorum. Bunlar şey değil, böyle bir hamaset değil yani. Ben yaşadığımı söylüyorum. Kötü bir şey yaşayacak olsam, kötü bir şey yaşasam bunu da söylerim. Bakın bu tür insanlar da çıktı burada derim yani. Ama ben denk gelmedim. Belki bana denk gelmedi. Ya da çok iyi niyetli miyim Evet. bilemiyorum. Elbette belki kötü insan da vardır. Ama bilemiyorum ben. Bana denk gelmedi. Demek ki Her yerin pisi var. var. Ama ben 15 yıldır buralara gidip geliyorum. Çünkü karşınıza çıkmıyor. Çıkmadı. Çok şükür. Çıkmaz mı? Belki de çıkar. Bilemiyorum. Ama ben çıkmamasının çok 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 az olduğuna bağlıyorum. Denk gelmiyor. Demek ki inşallah da denk gelmez. Varsa da yok olsun. Varsa da yok olsun. Evet. Türkiye'de de Türkistan coğrafyasından Azerbaycan, Özbekistan, Kazakistan'dan gelen kardeşlerimize misafirperverliğinizi yapın. Dostluğunuzu gösterin. Çünkü biz şimdi bizim Azerbaycan, Türkiye iki devlet tek millet der ama ben Asya ve çok yerlere gittiğim için aslında 7 devlet tek millet demeyi tercih ediyorum kendi Aha. adıma. Bunu da böyle bir dipnot olarak söylemek istedim. Şimdi kitaplarınızda sizin çoğunlukta hikayeler var, Bəli. öyküler var. Nelerden bahsediyorsunuz? İçerikleri nelerdir yani? Əslində kitablarım deməli 4 kitabımdır. 4 kitabım da Bəli. hekayələr kitabıdır. 4 kitabım da hekayələr kitabıdır.
Üç kitabım da romanlardır, yazılır. Evet. Bunlardır. Qalanı 6 kitab da 5 kitab da publisistikadır. Ha, çok iyi. Publisistikadır. Qalan Çok iyi. kitablar da belə. Çok güzel. Deməli, mən hekayələr kitabımda hər şey var. Hər şey var. Hər- Sevgi də var, məhəbbət də var. Deməli, həyat da var, romantika da var, müharibə mövzusu da var. Muharebede var. Müharibə də var, dostluq da var, Aşk var. aşk da var təbii. Aşksız hekayə olmaz ki. Hayırsız hikaye olmaz. Bəli, aşksız hekayə olmaz. Yəni o da var, hamısı var. Həyatda nə varsa mən onu çalışmışam gətirim hekayə kitaba. Yani şöyle diyebiliriz. Orta mektepten akıl erdiğinden yazıcılık başladığından beri etrafta gördüğümüz her şeyi hikayelere koyduk. Yerleştirdik böyle. Bilirsiniz, əslində baxanda elə hekayənin özü biz gördüyümüzü ədəbi don geydirib, onu bəzək düzən Belə. verib Hə. qələmə alırıq da. Onsuz da həyatda nə görürüksə onu yazırıq. Təfəkkürlə yazmaq onu sadəcə bəzəyirik. Evet, böyle. Təfəkkürlə biz sadəcə hekayəni biraz dolu edirik. Ha, Biraz enlədirik, genişləndiririk. Kurgusu, Hə. değerli izleyiciler, kurgu onu süslüyor. Bəli. Olayın özünü süslüyoruz diyor. Bəli, ay sağ ol, bax elə. Əslində odur. Yəni çox gəzmək, çox oxumaq, çox ünsiyyətdə insanlarla olmaq, içində sevgi yaşatmaq insanı yazıçılığa eləməyə asandır. Yəni o insan yazıçı olmaq olar. Gərək içində xislətin də gözəl olsun. Yazmaq üçün tək oxumaq, yəni savadlı olmaq vacib deyil. Yəni gərək elmin olmaq vacib deyil. Yəni o olmalıdır. Amma sənin gərək başqa kitablar da oxuyasan mütləq. Sən gərək xasiyyətin gözəl olmalıdır ki, gözlərin gözəl görsün. Doğru. Onlar görsün. Sən gərək həyatda çox gəzməyi bacarmalısan. Hər zövq almağı bacarmalısan həyatdan. Zövq alasan ki, yazdığından da onlar zövq alsınlar. Yoxsa əgər bir insan ki, sənin kitabı oxumayacaqsa, onu yazmağa dəyməz. Kitab açıldısa, ilk vərəqdən oxucu adətən necə edir? Kitabı alır əlinə ki, bu kitabı alım, almayım. Yəni parasını verim, kitabı alım, almayım və yaxud da evdə əlinə düşübsə, bunu oxuyum, oxumuyum. O nə edir? Onu açır əlinə ilk olaraq belə. Evet. Baxır ki, məsələn, bir səhifə, 2 səhifə, ondan sonra bu kitabı qapayacaq ya bu kitabı oxumağa davam edəcək. Doğru. Yazıcı xoşbəxtdir ki, birinci cümlədən o oxucuya bir şillə vura bilsin. Şillə Evet. nedir? Şapalaq. Şaplak. Ya bu- Şille de var ama. Şille Şille var. de var. Var Bir de var. bunu Şille şey- de var. Oxucu bir, ay bu nə idi? Görün bu nədir belə? Kendine gelecek okuyucu. Ayılsın ki, Ayılsın. Evet. ayılanda artıq o kitab, o deməli yazıçının gücüdür. Yazıcının. Deməli yazıçının gücüdür ki, o oxucuda həmin marağı oyada bildi. Bax, o vaxt deməli yazıçı güclü yazıçı. Onun kitabını oxuyacaqlar. Peki Arif abi, böyle hitap edeyim, seviyorum seni. Yıllardır da tanışıyoruz. Şimdi gençler okumuyor diyoruz. Bu galiba bütün dünyanın derdi. Bəli, Değil bir problemdir, bəli. Büyük problemi. Bu teknolojik gelişmeler gençleri kitaplardan uzaklaştırır diyoruz. Kitaplardan uzaklaştıkça gelenek, görenek, ananeler, örflerden de uzaklaşıyor mu çocuklar, gençler sizce? Məncə uzaqlaşırlar. Uzaqlaşırlar. Çünki bu gün texnologiya o qədər sürətlə inkişaf edib ki, artıq çox adam məsələn buna oturub bunu oxumağa çətinlik çəkir, ərinir. Bizdə ərinmək, yəni Erinmek var. Erinmek Türkiye'de var. var. Erinmek var. ərinir ki, Eringeç mənim var. Buna 3 gün mənim vaxtım gedəcək, mənim zamanım yox. E, Ən yaxşı Telefonda bakayım diyor. telefonda bax, amma ən yaxşı halda disklərə səsli var, səsli. Hı hı, sesli kitaplar. Ona mən yenə pis baxmıram, yaxşıdır. Yenə səsli kitab qulaq asırlar. Okusun bari onu okusun. Bari onu oxusun, o gözəldir. Ya, Yəni o da gözəldir, onu oxusunlar. Amma telefonla oynamaqdansa evet, Tamam. sesli kitap. gərək oxusunlar. Bir gün bizim uşaqları mən sizə deyim ki, çox da arxaya geriyə salan təfəkkür baxımından telefonlardır. Evet, Telefonlardır, internetdir yəni. internet. İnternet çox Peki var. nasıl gençlere tekrar kitabı
sevdirməkdir. sevdirmek nasıl yapabiliriz sence? Kitabı sevdirmək üçün heç olmasa mən belə deyirəm də, insanlar, yəni uşaqlar, gənclər ilk olaraq orta məktəbdən onlara öz yaşlarına uyğun kiçik hekayələr oxumağı məsləhət görülməlidir. İlgilerini çekecek şeyler Bəli, onların yaşına yaşına uygun, dikkatlerini həzmdə zenk kiçik olsunlar. edecek. Həzmdə kiçik olsunlar. Evet. Onlar kiçik olandan sonra onu İnce oxusunlar. olsun. Çok kalın olmasın. Bəli. İnce ince çabuk anlasın, Bəli, sevsin. bəli. Evet, Mən elə bilirəm Çox ki, əsas güzel. olacaq. çok güzel. Şimdi programımızın sonlarına doğru geldik. Şöyle bir konuları toparlayacak olsak ne mesaj vermek istersin izleyenlerimize? Son söz Məsələn, olarak. mən sizə bir dənə söz, mən 3 il bundan qabaq Kahramanmaraşda məndən müsahibə aldılar. Orada Aksu TV var. Var mı ya Aksu TV? Var. Hə, o Aksu TV məndən müsahibə aldı. Hardasa bir yarım saatlıq mənim müsahibəm oldu. Mən orada çıxış elədim. Deməli, orada mənə sual verdilər. Siz burada nə gördünüz? Niyə sevdiniz buranı? Mən Türkiyənin niyə sevdiklərimi dedim. Amma Türkiyədə nə gördüyümü onlara bir başqa cür izah elədim. Mən istəyirəm onu yenə təkrar edeyim bu proqramda. Mən yenə deyirəm, mən Türkiyədə çox olmuşam. Bir 15-20 kərəm olmuşam Türkiyədə. Türkiyəni demək olar ki, həm arabamla, həm də özüm belə gəzmişəm. Hər yanın burasından belə, orasından elə gəzmişəm. İqdirdən gedib Mersinə çıxmışam. Adanadan gəlib İstanbulun bu tərəfinə. Yəni hər yerini gəzmişəm. Mən orada Türkiyədə bu getdiyim illər ərzində bu 20 dəfə, 30 dəfə Türkiyədə olmuşam. Orada mən torpaq sevgisi görmüşəm. Bu illərdə torpağı sevirlər, çox sevirlər. Bu həmişə olub da, bu gün də var. Mən orada bayraq sevgisi görmüşəm. Evet. O həmişə olub, bayraq sevgisi. Türklərdə bayraq sevgisi bir başqa cürdür. Çok başka. Bir başqa cürdür. Bax, bu gün də var. Amma mən Türklərdə bu kitab fuarlarına gedəndə nə gördüm? Mən heyran oldum da. Mən heyran oldum çünki orada mən Türklərdə kitab sevgisi gördüm. Çok güzel. Çox xoşuma gəldi onların kitab sevgisi. Bax, bu bizim kitab sevgisi olan ölkə, orada uşaq böyütmək də, uşaq yetişdirmək də, onu şəxsiyyət kimi ortama çıxartmaq da çox asandır. Çünki niyə? Kitab var. Tək valideyn deyil ki, uşağı tərbiyə etsin, yox. Uşağı tərbiyə edən həm də kitabdır. Kitaptır. Çok güzel. Kitaptır. Çok güzel. Mən bax, nə xoşuma gəldi? Mən Kahramanmaraşdaydı deyəsən orada olanda, mən orada kitab fuarında gördüm ki, böyük avtobuslarla saat 12-dən 2-yə qədər bu arada ancaq məktəblilər gəlirlər fuara. Bütün fuar doludur məktəblilərlə. Baxdım ki, uşaqları öz necədir? Məsələn, bugün 3 məktəb gəlir, sabah 3 məktəb gəlir, bu 10 gün ərzində Kahramanmaraşın bütün məktəbləri gəlib buradan keçirlər. Orada nədir məsələ? Uşaqların hər birinə yaşına uyğun olaraq belə bir bileta verirlər, bilet. Lotereya kimi verirlər, bilet. Evet, bilet. Belə kağız verirlər, xüsusi möhürlü. Məsələn, 10 manat, 10 para, 10 lirə, 10 lira. 50 lirə 50 lira. 100 verirlər. lira. Uşaq pulsuz, parasız məktəb veriyor hər uşağa. Kitap çeki diyoruz onda. Uşaq gəlir, ondan bəgəndiyi Kitabı kitabı al. bunu verir, Evet. onu alır. Mən onu gördüm, dedim ay Allah, bu ne gözəldir. Türkiye'de bizim belediyelerimiz bunu yapıyor. Mesela belli bir miktar okullara çek dağıtıyor. Ona kitap çeki diyoruz biz. Çek. Çek diyoruz. İşte diyelim tabii şimdi en az 200 liralık, 250 liralık, 500 liralık böyle çekler veriliyor okullara. Öğretmenlere de düzgünce dağıtıyor böyle. Ondan sonra çocukları fuarlara götürüyorlar. Çocuklar ceplerinden isterlerse Elave resmi alırlar. para vermişse Bəli. ilave alabiliyor. Bəli. Böyle çok güzel hizmetler var ya. Bax, mən o sevgini orada gördüm. Evet. Baxdım ki, bu çeki verir. Çeklə bu kitab düşür də. Evet. Ha? Böyle. Deyir, mən bunu da istəyirəm, bunu da istəyirəm. Evet. İstəyirsən al, verirəm. O çıxardır paranı. Veriyor. Deyirəm, sən bunu deyir, bunu mənim babam vermişdi, mən o ətək alım. Nə bilim, nə alım. Mən bunu kitab alıram.
Dedim, Yaxşı. bax, bu uşağın gələcəyi var. Var. Kitabı seven çocuk başarılı olur. Mən yenə deyirəm, mən sonuncu dəfə gedəndə mən Türkiyədə son dövrlərdə gördüyüm, ən çox gördüyüm kitab sevgisidir. Ne güzel. Evet. Evet, çok teşekkür ediyorum. Arif Erşat'ı konuk ettik. Şimdi ben ona çok zor bir soru soracağım. Bu soruyu beklemiyor. E, Şimdi siz de şey yapmayın böyle, çok şaşırmayın değerli izleyiciler. Mahmut Özkoca'yı nasıl bilirsin? Evet, zor bir soru sordum şimdi. Mahmud Özkoca bizim dostumuz, Sumqayıt Dostlar Klubunun fəxri üzvü. Bizim Sumqayıt Dostlar Klubunun fəxri üzvü. Mən bunu tamaşaçılara deyim də. Yəni sənə deməyim lazım deyil. Deme, bana deme. Hə, Sumqayıt Dostlar Klubunun fəxri üzvü. Hardasa 5 il bundan qabaq biz 5-6 il bundan qabaq biz Mahmud Özkoca ilə tanış olduq Sumqayıtın özündə. O da bizdə bura görüşə gəlmişdi öz türk dostları ilə. Həmin o türk dostlarının bir gün də mənim yadımda qalıb Fatıma Bacara, o Vildan Çelik, onlar gəlmişdilər. Mən səni şair kimi yaxşı tanıyıram. Mən səni məktəb direktoru kimi tanıyırdım. Mən səni müəllim kimi, siz necə deyirsiniz ona? Doğrudur, öğretmen. Öğretmen. Öğretmen kimi tanıyırdım. Mən hətta ona bilirdim ki, sənin Hataydakı məktəbində bizim milli qəhrəman Mübariz İbrahimovun şəkili, böyük bir şəkil asılmışdı. O bizi çox qürurlandırmışdı. Ona görə mən sənə o vaxt təşəkkür etmişdim. Bugün yenə təşəkkür edirəm. Allah səndən razı olsun ki, Sağ ol. bizim artıq necə deyərlər, Mübariz İbrahimov tək Azərbaycanın qəhrəmanı deyil. Türk dünyasının O Türk dünyasının qəhrəmanıdır. O bizim qəhrəmandır. Hepsi kahraman. Bəli, ona görə də mən elə sizə də təşəkkür edirəm ki, sağ olun, var olun ki, onu tanıdırsınız bütün Türk dünyasında. Mən sizi belə tanıyıram. Mən sizi tanıyıram, sizin təbirinizə desəz, iyi bir arkadaş kimi tanıyıram. Mən sizi tanıyıram, yaxşı bir jurnalist kimi, qələm adamı kimi. Sonra sizin televiziya proqramınıza baxıram, səyahət edirsiniz Orta Asiyaya. Evet, karavanla sana her yeri geziyor. Bəli, görürəm ki, bəli, o çox gözəl aparıcılıq qabiliyyətiniz var, televizyonçuluq qabiliyyətiniz var. Elə bunları nəzərə alıb mən sizə bir intervyu verməyə razı oldum ki, belə bir mən də olum da, mənim xoşbaxtçılığımdır. Allah sizdən razı olsun. Sağ olun. Sizden de razı olsun. Evet değerli izleyiciler, bunu da biraz espri olarak söylemek istedim aslında. Dostlarımız sağ olsunlar, kalp kalbe karşıdır derler. Biz de böyle seviyoruz. Onlar da bizi seviyor. Bu muhabbetleri sizinle paylaşmak istedim. Hani Mahmut Özkoca'yı nasıl bilirsiniz derken. Öldükten sonra söylenir tabii de biz canlı canlı duyalım dedik Arif abiden. Arif abiyle bizim dostluğumuz dediği gibi 6-7 yıla yakındır. Gelip gideriz. Bu bölgelere geldiğimiz zaman da sağ olsunlar bizi her zaman misafir ederler. Başlarının üzerinde yerimiz vardır derler. O nedenle biraz da espri olsun diye söyledim. Böyle bir ukalalık olarak düşünmeyin. Marifet iltifata tabidir derler ama biraz da işte böyle biz gayret ediyoruz, azmediyoruz. Onlar da bize destek oluyor. Karavanla Sanat'ta Arif Erşat'ı konuk ettik. Yazıcıdır kendisi, tenkitçidir. Dolayısıyla bir programımızı daha sonlandırmış olduk. Umarım beğenmişsinizdir konuşmalarımızı, bilgi edinmişsinizdir, eksiklerinizi gidermişsinizdir. Hiç eksiğiniz yoksa da biz bundan mutlu oluruz. Zevkle izlemişsinizdir diyerek size hoşça kalın diyoruz. Sağ olun. Sağ olun.